Ulduzların hərəkəti və səma hadisələri 2026-cı ildə bürclərin taleyində mühüm rol oynayacaq. Astroloji göstəricilərə görə qarşıdakı dövr bir çox insan üçün yeni başlanğıclar, gözlənilməz dəyişikliklər və taley yüklü qərarlarla yadda qalacaq. Planetlərin enerjisi bəzi bürclərə uğur gətirərkən, bəziləri üçün isə həyatın istiqamətini yenidən müəyyənləşdirəcək. Marsın güclü təsiri ilə Qoçlar 2026-cı ildə karyera baxımından böyük sıçrayış edəcək. Yanvar-mart ayları arasında yeni iş imkanları, maddi gəlir və nüfuz artımı gözlənilir. Bu il maddi baxımdan ən stabil dövrü buğalar yaşayacaq. May-iyul ayları arasında sərmayə və əmlakla bağlı uğurlu qərarlar verilə bilər. Sevgi həyatı da ilin sonuna doğru canlanacaq. Bu il xərçənglər üçün ailə, ev və yaxın münasibətlər ön planda olacaq. Fevral və mart ayları ev dəyişmələri, nişan, toy planları üçün əlverişli sayılır. Pul ilə bağlı isə payız daha uğurludur. 2026 şirlər üçün həm sevgi, həm də karyera baxımından ən uğurlu illərdən biri olacaq. İlin ortasında böyük bir layihəyə rəhbərlik etmək şansı yaranır. İyun və iyulda romantik sürprizlər mümkündür. 2026 əqrəblərə gizli şəkildə uğur gətirəcək, kənardan sakit görünəcək, amma böyük dönüşlər yaşayacaqlar. İnvestisiya və iş ortaqlıqları üçün mart və noyabr ayları ideal sayılır. Oğlaqlar üçün 2026-cı ildə karyera yüksəlişi, yeni status və uzunmüddətli planların gerçəkləşməsi mümkündür. Sevgi həyatı isə sakit və stabil olacaq. Bu il dolçalar üçün layihələr, sosial media, dizayn və fərdi işlərdən gəlir əldə etmək mümkündür. Balıqlar 2026-cı ildə həyatlarının ən məhsuldar illərindən birini yaşayacaq. Fevral-may arası maddi artım, payızda isə məhəbbətdə yeniliklər gözlənilir. Nəticə etibarilə 2026-cı il bir çox bürc üçün həm sınaqlar, həm də böyük imkanlarla dolu olacaq. Ulduzların verdiyi mesajları düzgün oxuyan və dəyişikliklərə açıq olanlar bu dövrdən maksimum fayda əldə edə biləcəklər. Astroloqlar məsləhət görür ki, bu il atılan addımlar gələcək illərin əsasını formalaşdıra bilər.